Salam. Bugün sizinlə belə bir sualın izahına baxacağıq. İlk öncə bu sual seçməkdə məqsədim nədir onu qeyd edim. Son dövrlərdə qəbul imtahanında qrafik tipli, el-elvin dairəli suallara çox önəm verirlər və düşündüm ki, bu tip sualda qəbul imtahanında düşə bilər. Çünki daha çox fərqli suallara önəm verirlər. Əslində bu bir cəhətdən yaxşıdır. Niyə? Çünki insan fərqli suallarla rastlaşdıqca düşünmə qabiliyyəti də güclənir və həmin sual üzərində işləyəndə artıq sən bir neçə mövzunu təkrar etmiş olursan. Yəni bu əslində çox yaxşı bir şeydir. Bir yandan da niyə pis ola bilər belə bir şey deyim? Çünki hər bir sualın özünün işləmə qaydası var və öncədən həmin tip suallarla tanış olmadan birbaşa sualla rastlaşdıqca çətinlik yarana bilər. Ona görə də öncədən bütün sual tipləri ilə tanış olmaq lazımdır ki, həmin suallarla rastlaşdıqca eyni metodu həmin sual üzərində tətbiq edib və düzgün nəticəni əldə edə bilək. İndi bu sualın da çox gözəl işləmə qaydasını öyrədəcəm. Çünki hər bir sualı öz qaydası ilə işləyəndə düzgün cavab daha tez tapılır. Əgər bu tip sualla rastlaşsanız, mən həmişə demişəm ki, hissələrə ayıraraq sualı həll edin. Deməli, gəlin ilk öncə bir nəzər yetirək. Görürük ki, ifrazat sistemi, tənəffüs sistemi və ona uyğun olan orqanlar qeyd olunub. Burada da X, Y, Z, K bunlar canlılardır. Çünki burada da onu təsdiq ediblər. Müxtəlif canlılar veriblər və bizdən doğru olanı müəyyən etməyimizi istəyir. Baxın, hissələrə ayırmanı həmişə demişəm. Bu üsulla işləyəndə sualların səhv olma ehtimalı çox azdır. İlk öncə bunları hissələrə ayıracağıq. Birinci hissə, ikinci hissə. Görürük ki, birinci hissədə ifrazat sistemindən söhbət gedir. İkinci hissədə isə tənəffüs sistemindən. Burada da canlılardır. 4 dənə canlıdan bəhs olunubdur. Birinci canlı, ikinci canlı, üçüncü və dördüncü. İndi ilk öncə X canlısına nəzər yetirəcəyik. Birincidən birinciyə baxacaq. Görürük ki, bu X canlısında deyir ki, ifrazat sistemi orqanı böyrəkdir. İndi birincidən ikinciyə baxacağıq. Tənəffüs sistemi isə qəlsəmədir. Deməli, bu X canlısında ifrazat sistemi böyrək və tənəffüs sistemində qəlsəmə olanı seçəcəyik. X-i verib bizə anadonta. Biz də anadontanı öyrənəndə demişdik ki, onun ifrazat sistemi böyrəklərdən ibarətdir. Hətta metanefridial tipli böyrəklər demişdik. Amma artıq böyrəyin adını çəkirik. Yəni daha çox ixtisaslaşma gedib. Tənəffüs sistemi isə qəlsəmədir. Bəli, doğrudur. Deməli, doğru olanı da müəyyən etməyimizi istədiyinə görə biz bunu götürəcəyik. X düzdür. İndi gəlin Y-ə baxaq. İkincidən indi birinciyə baxacağıq. İkinci canlının deyir ki, ifrazat sistemi yaşıl vəzidir. İkincidən ikinciyə gələndə isə tənəffüs sistemi qəlsəmədir. Deməli, biz bu canlıda ifrazat sistemi yaşıl vəzi götürməliyik. Tənəffüs sistemi də qəlsəmə. Bizə verib soxulcan. Təbii ki, bu yanlışdır. Çünki yaşıl vəzi ifrazat sistemi olan biz xərçəng deyəcəyik. Eyni zamanda xərçəngin tənəffüs sistemi də qəlsəmələrdən ibarətdir. Y-in yerinə çağ xərçəngi və yaxud da xərçəng kimilərdən olan canlı olsaydı götürə bilərdik. Amma soxulcan verdiyinə görə yanlışdır. Gəlin soxulcanı da nəzər yetirək. Soxulcan ifrazat sistemi metanefridilərdən ibarətdir. Qıf şəkilli borucuqlardan. Tənəffüs sistemi isə xüsusi tənəffüs orqanı yoxdur. Bədən səthi ilə nəmdəri vasitəsilə tənəffüs edir. Dərisində də çoxlu sayda kapillyar var ki, qazlar mübadiləsi daha çox gedə bilsin. İndi gəlin Z-ə baxaq və bir də həmişə demişəm ki, vaxt qazanmaq üçün sualları çıxaraq da işləyə bilərsiniz. İndi mən müəllim olduğuma görə bu sualı izah etməliyəm. Amma siz vaxt qazanmaq üçün buradan çıxma üsulundan da istifadə edə bilərsiniz. Doğru olanı deyirsə, məsələn, X doğrudursa, X olmayanlara çıxacaqsınız. X yoxdur, X yoxdur, X yoxdur.
Və Y-də səhv olursa, Y-də çıxacaqsınız. Birbaşa qalır X və Z. İndi gəlin, təbii ki, bu doğru olacaqdır bu tip həlli suluda, amma mən bunu yenə də izah edəcəm. İndi gəlin Z canlısına baxaq. Z canlısında bizə deyir ki, indi 3-cüdən 1-ciyə gedirik. İfrazat sistemi proteinifridialdır. Baxın. İkincidə isə deyir ki, tənəffüs sistemi yoxdur. Biz də düşünürük ki, bu həqiqətən də öküz soliteri ola bilər. Çünki onlarda ifrazat sistemi proteinifridilərdən ibarətdir, yəni ulduz şəkilli hüceyrələrdən. Tənəffüs sistemləri isə yoxdur. Eyni zamanda qan damar sistemləri də yoxdur. Niyə? Çünki deyirik ki, tənəffüs sistemi yoxdur. Ona görə ki, anaerob mühitdə yaşayır, onun tənəffüs etməyinə ehtiyac yoxdur. Yəni nazik bağırsaqda parazitlik edir. İndi gəlin K-ya da baxaq. Düzdür, səhv olacaq, amma yenə də baxaq. Bizə K-da deyir ki, ifrazat sistemi Malpighi borularıdır. İkincidə isə traxeya çay xərçəngi verib. Yanlışdır. Məsələn, həşəratlardan olsaydı götürə bilərdik təbii ki. Amma həşəratların nümayəndəsi verilmədiyinə görə səhvdir. Çay xərçəngində də dedik ki, ifrazat sistemi yaşıl vəzdir, tənəffüs sistemi isə qəlsəmədir. Ona görə K-da səhvdir. Bizə də düzgün olanlar X-dir, yəni cavab olur D variantı. Və bu zamanda görürük ki, bir sualı həqiqətən də analiz etdikcə nə qədər mövzuları təkrar etmiş oluruq və eyni zamanda düşündükcə həmin situasiyadan çıxmağı bacarırıq. Ümid edirəm aydın oldu. İmtahanda da rastlaşanda daha tez bir formada cavabı tapa bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun, salamat qalın.